5 yumurtanın sarısını ağından ayırırıq. Üzerine 1 çimdik tuz əlavə edirik və mikserlə ağarana qədər qarışdırırıq. 150 qram şəkərimizi az-az əlavə edirik. Mikseri dayandırmadan qarışdırırıq. Yumurta ağı ağardıktan sonra yumurta sarılarını da az-az əlavə edib qarışdırırıq. Tam həll olduqdan sonra üzərinə 1 çay qaşığı qabartma tozu, 150 qram unumuzu az-az əlavə edib qarışdırırıq. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. 30 ml ilıq su, 30 ml bitki yağı qarışdırırıq. Tam həll olduqdan sonra soba tavasını əlavə edirik. Üzərini düzləşdiririk. Əvvəlcədən isitdiyimiz 170 dərəcəli sobada 15 dəqiqə bişiririk. 100 qram krem şanti, 1 stəkan soyuq süd qarışdırırıq. Kremimizi hazırlayırıq. Ruletimiz tam soyduqdan sonra bıçaqla kəsirik. Qatlayanda rahat qatlamaqdan ötürü kremimizi vururuq. Üzərinə damla şokolad əlavə edirik və ruletimizi bükürük. Kənarlarını kəsirik. Üzərini də kremləyirik. Bəzək vururuq. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.